Avropa İttifaqı bu yeni investisiyalarla, büdcə xərcləmələri ilə növbəti ABŞ-dan sonraki ikinci böyük hərbi qüdrətə çevrilməkdədir. İndi sizin sualınızla bağlı demək istəyirəm ki, bu coğrafiyada belə bir böyük hərbi gücün yaranması və onun hardasa Rusiyaya meydan oxuması, yəni Ukrayna səmasını qorumağa qədər, Ukraynaya ordu yerləşdirməyə qədər birbaşa Rusiyanın planlarını suya salan, puç eləyən, iddialı mövqe ortaya qoyması ilk növbədə Avropa İttifaqı ilə Rusiyanı bir nömrəli düşmənə çevirəcək. Artıq bu baş verir. Baxın, Zaxarovanın açıqlamalarına baxın, Lavrovun açıqlamalarına baxın. Nə deyirlər onlar? Onlar qəti şəkildə Avropa ordularının Ukrayna yerləşdirilməsinə etiraz edirlər. Qəti şəkildə. Onlar Avropanı artıq özlərinə düşmən elan edirlər. O cümlədən bilirsiniz ki, artıq Fransa hətta Avropanı özünün nüvə zontikinin altına almaq kimi iddialı bir mövqe qoyur ortalığa. Nə deməkdir bu nüvə zontiki? İndiyə qədər NATO üzvü ola Fransa heç kimlə özünün nüvə silahı üzərindəki sərəncamını paylaşmıyor. Yəni o hətta NATO içində də avtonomiyasını saxlayıb ki, demək Fransanın nüvə silahları ancaq Fransa üçün istifadə oluna bilər. NATO'nun üzvü olsa da. Amma birinci dəfə o deyir ki, mən deməli hazıram strateji təyyarələrlə nüvə silahlarını yerləşdirmə Almaniya və bütövlükdə Avropa İttifaqına da nüvə təhlükəsizliyi zəmanəti verir. Yəni Avropa İttifaqının hər hansı bir ölkəsinə Rusiya tərəfindən o təhdid olunan taktiki, strateji nüvə zərbəsi endirilməsi Fransa tərəfindən əks zərbə ilə nəticələnə bilər. Yəni bunlar artıq eldiliyən desək dava deyirlər. Artıq Rusiya ilə Avropanın münasibətləri heç zaman olmadığı qədər gərginləşir. Bunların münasibətləri kompromissiz bir vəziyyətə gəlib çatır. Yəni kim kimi mərhələsinə gəlib çatır. Birinci bunu vurğulamaq lazımdır. Və məhz buradan çıxır nəticələr ki, Cənubi Qafqaz və Azərbaycanla bağlı vəziyyət necə olacaq? Deməli, əgər Avropa coğrafiyasında iki üz-üzə gələn ABŞ deyir ki, mənim taliyə yüklü maraqlarım Sakit Okeanda Çinin ətrafındadır. Mən buradan çəkilirəm və Avropa özünün üzərində məsuliyyət götürməlidir. Avropa da götürür məsuliyyət üzərinə, silahlanır və Rusiya ilə istər-istəməz üz-üzə gəlirlər. Deməli, indi güclənən, hərbiləşdirilən Avropa heç bir halda bu, belə deyək, ortalıq döyüş yerlərində buna deyirlər ki, boz zona, heç kimin nəzarət eləmədiyi ərazilər, mübahisəli ərazilər tutar ki. İndi çox qüsurlu səslənsə də bu, pis səslənsə də qulağa, amma Cənubi Qafqaz elə bir vəziyyətdədir hal-hazırda. Nə Rusiyanın tam nəzarətindədir, nə Avropa İttifaqına inteqrasiya olunub. Ona görə də Cənubi Qafqaz uğrunda həlledici bir mübarizə olacaq Avropa ilə Rusiyanın arasında. Yəni bu mübahisəli coğrafiyalar haradır? Rusiya ilə yenidən təşkilatlanan və güclənən, hərbiləşən Rusiyanın, Avropanın arasında. Bu əlbəttə ki, birinci Ukraynadır, ikinci Cənubi Qafqazdır. Ukrayna barədə danışdıq, indi Cənubi Qafqaz haqqında. Əvvəla, Cənubi Qafqazın iki ölkəsi artıq de facto Avropa İttifaqının nüfuz dairəsindədir. Yəni indi bu dəbdə deyil, bu nüfuz dairəsi sözü işlədilmir. Amma de facto bu belədir. Nədə ifadə olunur bu? Gürcüstan, baxmayaraq ki, indi münasibətlər hazırki İvanişvili hökuməti ilə sərtləşir, amma Gürcüstan Avropa İttifaqına namizəd ölkədir. Yəni Gürcüstan Avropa arasındakı mübahisələr belə deyək də ev içi olan söhbətlərdir. Məsələn, ona qalanda indi Macarıstanın da çox ciddi problemləri var. Orban hökumətinə görə Macarıstanın çox ciddi problemləri var Avropa İttifaqı ilə, Brüssellə. Amma indi sabah Macarıstanda kimsə nəsə eləsə Avropa İttifaqı çıxar onun qabağına. Elə deyil. Yəni bu ayrı daxili məsələdir. Gürcüstan da ona çox yaxınlaşıb. Gürcüstanın rəsmən Avropa İttifaqına namizəd statusu var. Ona görə də Gürcüstanla bağlı, indiki Gürcüstan hökuməti ilə bağlı olan narazılıqlar taktik xarakterlidir və o bir müddətə öz həllini tapacaq. Gürcüstan demokratikləşmədən növbəti mərhələyə keçəcək və Avropa İttifaqına inteqrasiya olunacaq və Avropa İttifaqının oradan əl çəkmək kimi bir fikri yoxdur. Ermənistan. Ermənistan artıq görürsünüz, bax bu gərgin məqamda sürətləndirir Avropa İttifaqına üzvlük danışıqlarını. Əvvəl hökumət qərar çıxartdı, parlament artıq
qəbul etdi birinci oxunuşda və prosesi sürətləndirirlər. Və zaten Ermənistanın sərhədlərini xeyli dərəcədə son bir neçə ildə Avropa İttifaqının mülki missiyası, nə olsun ki onların silahı yoxdur. Artıq 200 nəfərə qədər mülki missiyanın nümayəndələri deməli Ermənistan sərhəddindədirlər. Ermənistanın müdafiəsində faktiki Avropa hələ bu son militaristləşmədən qabaq öz üzərinə götürüb. Ermənistan da istəyir, Avropa da istəyir. Deməli, Ermənistanla da bağlı Avropa Rusiyaya güzəştə getməyəcək. Əgər Ukraynada bu şəkildə dirəniblərsə, indi nə münasibətlə Gürcüstandan və Ermənistandan vaz keçsinlər? Yaxşı, Ermənistandan və Gürcüstandan vaz keçmirlərsə, Cənubi Qafqaz vahid regiondur, siyasi mənada. Və açıq deyək bunu. Cənubi Qafqazın bütün mənalarda 60-70% Azərbaycandır. Coğrafi, insan resursları, iqtisadi potensial baxımından, geopolitik baxımından Azərbaycan tək başına Cənubi Qafqazın 60-70%-dir. Azərbaycansız Cənubi Qafqaza Avropa İttifaqının belə deyək, nəzarət etməsi, digər iki ölkənin Avropa İttifaqına inteqrasiya etməsi o gözlənilən böyük geopolitik dividendi verməz Avropaya. Azərbaycan Avropa İttifaqına inteqrasiya olunmadan Avropa İttifaqı Xəzər dənizinə gəlib çata bilmir. Orta Asiya ilə etibarlı kommunikasiya əlaqələri yarada bilmir. Və nəhayət Cənubi Qafqazdakı müttəfiqlərinin vəziyyəti həmişə şübhəli qalır, tərəddüdlü qalır. Çünki əgər birdən Allah eləməsin, təsəvvür eləyin, Azərbaycan məsələn bu növbəti dəmir pərdə asılır Rusiya ilə Avropanın arasında və Azərbaycan da Allah eləməsin qalır Rusiyanın yanında. O zaman deməli Azərbaycanın vasitəsilə Rusiya digər ölkələrdə vəziyyəti sabitliyi poza bilər. Nəzəri cəhətdən. Ona görə də Avropa İttifaqı Cənubi Qafqazın Avropaya inteqrasiyasına indiki Rusiya ilə qarşı durma şəraitində daha da ciddi yanaşacaq. Bax, əsas çıxan nəticə budur. Bunu vurğulamaq istəyirəm. Deməli, Cənubi Qafqazdan bu dəfə artıq Avropa vaz keçməyəcək. İkinci faktor. Avropa hal-hazırda ABŞ-lakı əlaqələri soyuyub və yolları qismən ayrılıb, tam strateji olaraq qopmasalar da, amma taktiki baxımdan yollar ayrılıb. Avropa daha çox dəyərlər və demokratiyanı seçir. Yəni özünün mövqeyini bu cür əsaslandırır. Ona görə də Putinlə güzəştə getmirlər. Putinin üzərində deməli beynəlxalq tribunal qurmağa hazırlaşırlar və öz daxillərindəki antidemokratik rejimlərlə barışmırlar. Baxın, 3 aydan artıqdır Serbiyada vəziyyətin daha demokratik vəziyyətə gəlməkdən ötürü böyük hərəkat gedir və şübhəsiz ki, o hərəkat Avropa İttifaqı tərəfindən də dəstəklənir. Serbiyadakı vəziyyətdən xəbəriniz var. Vaxtaşırı mən də paylaşımlar edirəm. Azadlıq qəzetinin Facebook səhifəsi tez-tez paylaşımlar edir Serbiyadakı vəziyyətlə bağlı. Deməli, Serbiya dəyişiklik ərəfəsindədir. Macaristan dəyişiklik ərəfəsindədir. Artıq Orbanın partiyası liderliyi itirib. Üzümüzə gələn seçkilərdə Macaristanda dəyişiklik olacaq. Slovakiya dəyişiklik ərəfəsindədir. Bircə mandata bağlıdır Slovak baş nazirinin hakimiyyəti. Yalnız bir səs üstünlüyü var və ona görə də sakitləşib görürsünüz. Avropa İttifaqının son qərarlarının heç birini veto eləmədi. O cümlədən Ukraynaya yardımla bağlı, hərbiyə 800 milyardın yatızdırılması ilə bağlı, Gürcüstanda da antidemokratiyaya şans vermirlər. Deməli, Azərbaycan hakimiyyətinin İlham Əliyevin belə bir əvvəllər arzusu var. Mən elə indiki standartlarımızla gəlib olaram tutaq ki, Avropanın içində. Avropa Şurasına bunu deyir də uzun zaman. O da olmayacaq. Deməli, Avropa İttifaqı artıq daha çox istinad edir demokratikləşməyə və hər hansı avtoritar rejimi artıq öz maraqlarına təhlükə görür. Ona görə mən sadaladım. Ateşdə söhbət Azərbaycandan getmir. Baxın, nə Gürcüstanda, nə Serbiyada, nə Macaristanda, nə Slovakiyada vəziyyətlə barışmır. Və istəyir ki, bütün bu coğrafiyanın hamısında liberal demokratiya qalib gəlsin, seçkili hökumətlər olsun. Populizmlə, vətənpərvərlik təbliğatı ilə adamların başını xarab eləmək, onları demək, hansısa bir sərt əlin ətrafında birləşməyə məcbur eləmək, belə şeylərə qarşı çıxış edir. Dəyərlərin, qanunun, aliyin oturuşmağına çalışır. Və bu baxımdan İlham Əliyevin
indiki mən rejimlə, yəni Rusiya ilə yaxşı olmuram bir yerdə, Avropaya gəlirəm, amma elə indiki qaydalarımızla biz gələcəyik Avropaya. Necə ki, vaxtı ilə uzun illəri 20 il Avropa Şurasında öz qaydaları ilə oturub da. Amma Avropa İttifaqı Avropa Şurası deyil. Bu da olmayacaq. Və nəhayət üçüncü faktor. Biraz əvvəl mən dedim ki, Türkiyənin də Avropa ilə təhlükəsizlik baxımından yaxınlaşması gözlənilir. Elə 2 gün bundan qabaq Hakan Fidan, Türkiyənin Xarici İşlər Naziri çox önəmli bir açıqlama verdi. Dedi ki, əgər hazırki NATO münasibətlərinə xələl gələrsə və Avropanın təhlükəsizliyi yenidən inşa edilərsə, Türkiyə Avropanın təhlükəsizliyinin yenidən qurulmasında iştiraka hazırdır. Eyni zamanda bundan əvvəl də Türkiyə əgər Rusiya ilə Ukrayna arasında bir sülh sazişi olarsa, öz sülh məramlarını Ukraynaya göndərə biləcəyini də demişdi. Beləliklə, yaranmış yeni situasiyaya Türkiyə ilə Avropa İttifaqının əlaqələrinin yeni bir mərhələyə keçməsinə imkan yaradır. Vaxt var idi ki, Avropa İttifaqı Türkiyəyə biraz ögey baxırdı, biraz etinasızlıq eləyirdi. Türkiyənin Avropa İttifaqına üzvülük üçün demokratiyasının təkmil olmadığını düşünürdü. Amma indi elə bir vəziyyət yaranıb ki, Avropa İttifaqı da nələrdənsə kompromisə getməlidir. Yəni sən Rusiyanın qabağında güzəştə getmək istəmirsən, hətta müttəfiqin ABŞ-ın qarşısında güzəştə getmək istəmirsən, amma eyni zamanda məsələn Türkiyəyə də güzəştə getmək istəmirsən. Deməli, axı Türkiyə Avropanın təhlükəsizliyinə həqiqətən ciddi töhfə verə bilər. Əlbəttə ki, Avropanın güclü dövlətləri var. Avropa İttifaqından söhbət gedirsə, Almaniya ən böyük iqtisadi qüdrətdir. Bu günləri ola bilsin ki, Almaniya hərbi baxımdan məlum səbəbdən, o da özləri bu 2-ci Dünya müharibəsindən sonra Almanlar özləri istəməyiblər ki, hərbiləşsinlər. Beynəlxalq şərtlər də uyğun olmayıb, özləri də istəməyiblər. Amma indi hamı xahiş edir ki, Almaniya yenidən silahlansın. Almaniya yenidən silahlanıb hərbi qüdrət ola bilərmi? 100%. Artıq bilirsiniz, toplaşdılar, gələcək koalisiyaya qoşulan partiyalar o Almaniya konstitusiyasında dövlət borcu üçün olan tabanı qaldırdılar və nəzərdə tutulur ki, yaxın illərdə tək Almaniya 300 milyard avro hərbi qüdrətini artırmağa, yenidən silahlanmaya vəsait xərcləyəcək. Almaniya böyük bir hərbi gücdürmü? Bəli. Fransa böyük bir hərbi gücdürmü? Bəli. Yer gəlmişkən, müharibə başlayandan, Rusiya-Ukrayna savaşı başlayandan qabaq cəmi 50 milyard dollarlıq hərbi büdcələri vardı. Onu qaldırırlar artıq 60 milyarda, 20% artım deməkdir. İndi onu qaldırırlar 90 milyarda. Yəni yalnız bu müharibə başlayandan qabaq 50 milyard olan büdcə gəlib çıxır 90 milyard dollara. Nə qədər? Bu təqribən 80% artımdan söhbət gedir. 2 qata yaxın büdcə artırır Fransa və üstəlik də nüvə silahı olan ölkədir. Və Böyük Britaniya nüvə silahı olan dövlət, çox güclü donanması, aviasiyası, kəşfiyyatı olan dövlət. Yəni onsuz da Avropanın içində bu üçlük var. Amma Türkiyənin də başqa bir özəlliyi var. Türkiyənin quru qoşunları sayı etibarilə, təcrübə etibarilə, imkan etibarilə hamıdan böyükdür. Ona görə də Türkiyənin demografiyasına, cavan nəsil, böyük əsgər potensialı Avropanın ehtiyacı var. Türkiyənin döyüş təcrübəsinə Avropanın ehtiyacı var. Türkiyə ordusu Avropada yeganə ordudur ki, onun çox illik real döyüş təcrübəsi var. Onlar neçə müddətdir ki, savaş içindədirlər. Orada Suriyada əməliyyatlar keçirdirlər, PKK-ya qarşı əməliyyatlar keçirdirlər. Deməli, təkmilləşə gedirlər. Ona görə də Avropa İttifaqı Türkiyə ilə də qapıları açır, yenidən integrativ proseslər yarana bilər. Və Türkiyənin mən açıqlamalarına baxıram, çox pozitiv gəlir. Türkiyə üçün də Avropa çox önəmlidir. Baxın, Türkiyənin bütün ixracatının 42%-i tək Avropa İttifaqına yönəlir. Yəni, iqtisadiyyat hardadırsa, siyasət də onun dalınca getməlidir. Deməli, Cənubi Qafqazdan danışırıq, Azərbaycandan danışırıq. Deməli, Türkiyənin biz nəzərə almalıyıq Avropa İttifaqı ilə sıx yaxınlaşma perspektivini, hətta birlikdə hərbi qüdrətə çevrilmə perspektivini və bu da Avropa İttifaqının Cənubi Qafqaz qanadını gücləndirəcək. Cənubi Qafqazdakı təsirini gücləndirəcək. Baxın, əgər Ermənistanda və Gürcüstanda artıq Avropa İttifaqı əsas gücə çevrilibsə, hal-hazırda, Türkiyə ilə də birləşəndən sonra
Azərbaycanda da əsas və həlledici gücə çevrilməsi artıq şəxsən məndə şübhə doğurmur. Ona görə də hesab edirəm ki, Azərbaycan hakimiyyəti də bu perspektivləri düşünməlidir. Rusiya hətta indiki aparılan siyasət, ABŞ-ın yeni administrasiyasının apardığı siyasət onu sona qədər o rüsvayçı hərbi məğlubiyyətdən xilas etsə belə, Rusiya artıq o iddialarında olduğu güc mərkəzi ola bilməyəcək. Ona görə də Avropa İttifaqının perspektivdə Cənubi Qafqaza təsiri çox olacaq və Avropa İttifaqı məcburən demokratikləşməni prioritet seçəcək. Çünki o bütövlükdə Avropa məkanında iddia edir ki, dəyərlər, insan hüquq və azadlıqları, ərazi bütövlüyü, hüququn aliliyi bu dəyərlərdən ötürü mübarizə aparır və heç kim üçün istisna olmayanda Əliyev hakimiyyəti üçün də belə bir istisna olmayacaq.